Salam, hər vaxtınız xeyir olsun, əziz kanal izləyiciləri və əziz 8-cilər. Bugün sizlərə Riyaziyyat 8-ci sinif böyük sumatı qiymətləndirmə 1A variantında olan test nümunələrin izahını sizinlə paylaşacağım. Vaxt itirmədən keçək sualların izahına. Başlayaq birinci sualla. Deməli, uşaqlar, birinci sualda K-nın hansı qiymətində A nöqtəsi y bərabərdir K bölünsün X funksiyasının qrafiki üzərindədir. Təbii ki, bu A nöqtəsinin bu funksiyanın üzərində qrafik üzərində olması üçün A nöqtəsinin koordinatları bu funksiyanı ödəməlidir. Yəni y bərabərdir K bölünsün X bilirik ki, tərs mütənasilik funksiyanın düsturudur. Buradan K-nı tapmağımız üçün K bərabər olur X vurulsun Y hasilinə. Yine A nöqtəsinin X-i mənfi 3, Y-i də 6 olduğuna görə mənfi 3 vurulsun 6 doğru cavab olur mənfi 18. Birinci sualda doğru cavab D variantı olacaq. Növbəti ikinci suala baxaq. Tərəfləri 2/3 nisbətində olan paralleloqramın perimetri 60 cm olarsa kiçik tərəfini tapın. Deməli, paralleloqramın bir tərəfinə 2K, digərinə 3K deyərəm. Daha sonra bilirik ki, paralleloqramın perimetri P bərabərdir 2 vurulsun A plus B düsturundan hesablanır. Bu bərabər olmalıdır 60-a. Buradan alırıq ki, tərəflərin cəminin, yəni A plus B-nin 30-a bərabər olması lazımdır. A-nın yerinə 2K, B-nin yerinə 3K yazandan sonra 2K plus 3K cəminin 30 olması lazımdır. 5K'mız bərabər olur 30-a, K'mızın 6 olduğunu tapırıq. Bizdən indi kiçik tərəfi istəyir. Kiçik tərəfimiz də A tərəfi olduğuna görə 2K ilə işarələmişdik. Cavab olur 12. İkinci sualda doğru cavabımız olur D variantı. Növbəti üçüncü suala baxaq. Üçüncü sualda yazıb ki, deməli kök altında 17-nin kvadratı çıxılsın 8-in kvadratı ifadəsinin qiymətini hesablayın. Kök altı ifadə müxtəsər vurma düsturuna görə vurğulara 17 çıxılsın 8 vurulsun 17 üzərinə gəlinsin 8 şəklində ayrılacaq. Bu da bərabər olacaq kök altında 9 vurulsun 25. Kvadrat kökün xassələrinə əsasən biz kök altında 9 vurulsun 25-i kökdə 9 vurulsun kökdə 25 şəklində yaza bilərik. 9-un kvadrat kökü 3, 25-in kvadrat kökü 5-ə bərabər olur. 3-ün 5-ə hasili 15 olur. Üçüncü sualda doğru cavabımız B variantı. Növbəti dördüncü suala baxaq. A kvadratı çıxsın B kvadratı bölünsün A, bölünsün A plus B bölünsün A kvadratı ifadəsini sadələşdirin. Birinci kəsin sürəti vurğulara A minus B vurulsun A plus B şəklində ayrılacaq. Bölünsün A. Böləndə isə bunu tərsinə vurulmalıdır. Yəni A kvadratı bölünsün A plus B-yə vurarıq. Buradan A plus B-ləri ixtisar apararıq. A kvadratı ilə daha ixtisar gedəndən sonra qalır A vurulsun A minus B. Dördüncü sualda doğru cavabımız B variantı olur. Növbəti 5-ci suala baxaq. Yazıb ki, x kvadratı çıxılsın kx üzərinə gəlinsin k çıxılsın 2 bərabərdir 0 tənliyinin kökləri cəmi 5 olarsa kökləri hasini tapın. Biz çevrilmiş kvadrat tənliyi üçün bilirik ki, Viet teoreminə görə kökləri cəmi əks işarə ilə ikinci həddin əmsalını bizə verir. Yəni burada k-nı verməlidir. Bizdən də kökləri cəminin 5 olduğu verildiyinə görə deməli k-mız 5-dir. K-mız 5 isə sərbəst həddimiz k-2-dir. Yəni 5 çıxılsın 2 3-ə bərabər olur. Və Viet teoreminin davamında deyirdik ki, kökləri hasili isə sərbəst həddə bərabər olur. 5-ci sualda doğru cavabımız C variantı olacaq. Növbəti 6-cı suala baxaq. 6-cı sualda yazılıb ki, x-in hansı qiymətində 5x minus 10 bölünsün x plus 5 kəsirinin mənası yoxdur. Kəsir ifadənin o zaman mənası olmaz ki, kəsirin məxrəci 0-a bərabər olsun. Onda buradan alırıq ki, x mənfi 5 olduqda bu ifadənin mənası olmayacaq. 6-cı sualda doğru cavabımız A variantı olur. Növbəti 7-ci suala baxaq. Yazıb ki, 2x kvadratı çıxılsın 7x üzərinə gəlinsin 5 bərabərdir 0 tənliyinin böyük kökünü tapın. Bu kvadrat tənliyi uşaqlar diskriminant üsulunda həll edə bilərsiniz, amma mən bunu vurğulara ayırma üsulundan həll edəcəm. Mənfi 7x-i parçalayıb mənfi 2x minus 5x kimi yazacağam. Daha sonra qruplaşdırma köməyi ilə 2x-i mötərizə xaricinə çıxarsaq 2x vurulsun x minus 1. Burada mənfi 5-i mötərizə xaricinə çıxarsaq mənfi 5 vurulsun x minus 1. İkinci dəfə x minus 1-i ortaya vururuq ki, mötərizə xaricinə çıxaranda olur x minus 1 vurulsun 2x minus 5 bərabər 0. Köklərdən birincisi 1-ə, ikincisi isə 2,5-ə bərabər olur. Bizdən böyük kök istədiyinə görə doğru cavab 2,5 B variantı olacaq. Növbəti 8-ci suala baxaq. Yazıb ki, kökdə 75 çıxılsın kökdə 48 ifadəsini sadələşdirin. Uşaqlar, kök altı 75-i mən kökdə 25 vurulsun 3 kimi yazaram. Daha sonra kök altı 48-i də kök altıda 16 vurulsun 3 şəklini yazaram. 25-in kvadrat kökü 5-dir, olur 5 kökdə 3 çıxılsın. 16-nın da kvadrat kökü 4-dür, 4 kökdə 3. Doğru cavab olur kök altıda 3. 8-ci sualda doğru cavabımız B variantı olacaq.
Növbəti 9-cu sualda deməli uşaqlar bizə belə bir şəkil verilib. Belə bir düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucağın hipotenuz üzərində də belə bir üçbucaq qurulub. Belə bir üçbucaq qurulub. Və bizə deyir ki, bura 14-dür. Bura düzbucaqdır. Bura 6-dır. Bura x-dir. Burada 2 kök 6-da 10-dur. Əvvəlcə uşaqlar mən içərisini sıxışdırdığım üçbucaqdan bu hipotenuzu taparam. Daha doğrusu bu kateti taparam. 14-ün kvadratı 196, çıxaram 6-nın kvadratını 36 eləyir. Kök 6-da 160. Daha sonra bu düzbucaqlı üçbucaqdan Pifagoru yazsam x-in kvadratı üzərinə gəlinsin 2 kök 6 onun kvadratı yəni 40 bərabər olmalıdır kökdə 160-ın kvadratına yəni 160-a. X-in kvadratı bərabər olur 120-yə. X-ə bərabər olur 2 kök 6-da 30-a. 9-cu sualda doğru cavabımız D variantı olur. Növbəti 10-cu suala baxaq. Yazıb ki, iti bucaqlarından biri 30 dərəcə olan düzbucaqlı üçbucağın, mən belə bir düzbucaqlı üçbucaq çəkərəm. İti bucaqlarından biri 30 dərəcədir. Hipotenuzu 90 cm-dir. Kiçik katetini tapın. Təbii ki, uşaqlar burada kiçik katet ilə 30 dərəcəlik bucaq qarşısında duran katet olacaq. Üçbucağın tərəfləri və bucaqlar arasındakı münasibət əsasən. Və biz də bilirik ki, 30, 60, 93 düzbucaqlı üçbucağında 30-un qabağına duran katet hipotenuzun yarısına bərabər olur. 10-cu sualda doğru cavab B variantı olur. Bizə belə bir kvadrat tənlik verib 11-ci sualda. Yazıb ki, K-nın hansı qiymətində bu kvadrat tənliyin 2 bərabər kökü olacaq. 2 bərabər kök olması üçün təbii ki, diskriminant 0 olmalıdır. Onda diskriminant, yəni b kvadratı çıxılsın 4ac ifadəsini 0-a bərabərləyəcəm. Burada b-miz 12-dir. 12-nin kvadratı 144 çıxılsın 4 vur. A-mız k-dır, c-miz 18-dir. Bərabər olmalıdır 0-a. Buradan 72 k-mızın 144-ə bərabər olması lazımdır. K-nı tapsaq 144 bölünsün 72 2 olur. 11-ci sualda doğru cavabımız C variantı olacaq. Növbəti 12-ci suala baxaq. Deməli, trapesiyadır. Bu P-nin orta xətti. Təbii ki, bura PK 5 isə bunlar da 5 olacaq. Bura x yazsam bizdən AD-ni istəyir. Orta xəttin uzunluğu bilirik necə tapılır? Oturacaqlar cəminin yarısı. Yəni BC üzərinə gəlinsin AD bölünsün 2 bərabər olmalıdır P-nin orta xəttinə. Bu da 8. Onda buradan alınır ki, BC üzərinə gəlinsin AD cəmi bərabər olmalıdır 16-ya. Mən BC-nin 5 tapmışam. BC üzərinə gəlinsin AD bərabər olacaq 16-ya. Buradan AD oturacağını tapsaq 16 çıxılsın 5, 11 olacaq. 12-ci sualda doğru cavabımız D variantı olur. Növbəti 13-cü suala baxaq. Aşağıdakı tənglərin hansının hər iki kökü 0-a bərabərdir? Baxın, burada A variantıdır. 14-cü suala baxaq. Perimetri 36 cm olan bərabər tərəfli üçbucağın orta xətti çəkilmişdir. Alınan trapesiyanın ki, perimetrini tapın. Deməli, uşaqlar belə bir bərabər tərəfli üçbucaq çəkərəm. Bu bərabər tərəfli üçbucağın deməli perimetri 36-dırsa, tərəfləri 12 olacaq. Orta xətt çəkiləndən sonra deməli tərəfləri 6, 6, yan tərəfləri 6, 6 ayıracaq. Oturacaq da 12 olacaq. Burada belə bir trapesiya yaranır. Bu trapesiyanın perimetrini bizdən istəyir. Təbii ki, orta xətt oturacağın yarısına bərabər olur. Paralel olduğu tərəfin. Burada 6 olacaq. P də bərabər olur nəyə? Tərəflərin cəmi 6, 6, 6, bir də 12. Doğru cavab olur 30. Deməli, 14-cü sualda doğru cavabımız B variantı olacaq. Növbəti 15-ci suala baxaq. Diaqonalları 12 və 16 cm olan rombun perimetrini tapın. Deməli, uşaqlar belə bir romb çəksək. Belə bir romb çəksək. Bu rombun diaqonalları 12 və 16-dır. Rombun diaqonallarını çəksək. Rombun diaqonalları bilirik ki, qarşılıqlı perpendikulyar olur və kəsişdikdən sonra yarıya bölünür. 6, 6, bunlar da 8, 8 olacaq. Hər bir düzbucaqlı üçbucaqdan istifadə edə bilərsiniz. Pifagora görə rombun tərəfi 10 cm olacaq. Perimetri də bərabər olur 4 vur 10, yəni 40 cm. 16-cı suala baxaq. 6 rəqəmli ədədin tərtibini tapın. Məsələn, 6 rəqəmli ədədi yazacağam ki, mən bura 100.000. Bunun tərtibi, bunu yazaram 0,1 vurulsun 10 üstü 7 şəklində. Tərtibi də neçəyə bərabər olur? Tərtibi 7-yə bərabər olmuş olur. 17-ci suala baxaq. Yan tərəfi 29 cm olan bərabər yanlı üçbucağın, deməli bir bərabər yanlı üçbucaq çəkərəm. Yan tərəfi 29-dur. Oturacağına çəkilmiş hündürlüyü 21-dir. Bu üçbucağın perimetrini tapın. Deməli, burada uşaqlar, mən Pifagora görə buranı tapsam 29-un kvadratından 21-in kvadratını çıxacam. Yəni, bu 29 çıxılsın 21 vurulsun 29 plus 21 şəklində vurullar ayrılacaq. 2 vurulsun 50, 100 eləyir. Deməli, bura 10 olur. Bura 10-sa, təbii ki, burada 10 olacaq. Çünki bərabər yanlı üçbucaqda təpədən çəkilən hündürlük həm də median olur. Onda mən artıq üçbucağın tərəflərini bilirəm, perimetrini tapa bilərəm. 29, 29, bir də 20. Doğru cavab olur 78 cm.
Deməli burada bərabər oturacağına çəkilmiş hündürlüyü 21-dir. Bu üçbucağın perimetrini tapın. Deməli 29 eləyir 58. Üzərinə də burada 29-un kvadratına 21-in kvadratını çıxanda uşaqlar burada mən səhv yazmışam. 29 çıxılsın 21 8 eləyir. 8 vurulsun 50 400 olur. 400. Və burada 10 yox 20-yə bərabər olur. Çünki 400-ün kvadrat kökü 20 olur. Deməli bizim oturacağımız ümumi 40 olacaq. 29 yəni 29 40 98 eləyir doğru cavab. 17-ci sualda C variantı olur. 18-ci suala baxaq. Bərabər yanlı trapesiyanın belə bir bərabər yanlı trapesiya çəkərəm. Bu olsun bizim bərabər yanlı trapesiyamız. Belə bir trapesiya gəlin çəkək. Bərabər yanlıdırsa təbii ki yan tərəflər bərabərdir. Deyir ki, yan tərəfi orta xəttinə bərabərdir. Perimetr 24 cm olarsa, yan tərəfini tapın. Deməli, uşaqlar, perimetr nəyə bərabər olur? Bura A, bura B, bura C olsa, olacaq A plus B, üzərinə gəlinsin 2C. Daha sonra yan tərəfi orta xəttinə bərabərdir. Yəni, C bərabərli orta xətt necə tapılır? A plus B bölünsün 2-yə. Buradan A plus B cəmini tapırıq ki, 2C-dir. A plus B cəmini yenə 2C qoyanda perimetrimiz 4C olur. Perimetrdə mənə 24 verdiyinə görə 4C bərabər olur 24-də. C-ni 6 tapıram. Yan tərəf istəyir. Cavab 6 cm ilə C variantı olur. Növbəti 19-cu suala baxaq. Yazıb ki, x 2-dən böyük olarsa, kök altında x minus 2-nin kvadratı çıxılsın kök altında 1 minus x-in kvadratı ifadəsini sadələşdirin. Uşaqlar, cüt dərəcədən bura dərəcələr islah aparandan sonra biz bilirik ki, qalan ifadəni modulda yazmalıyıq. Eyni ilə ikinci ifadəndə. Modul ifadələri açarkən isə modul daxili ifadənin əvvəlcə işarəsini müəyyənləşdirməliyik. X 2-dən böyük olduğuna görə bu modul daxili ifadə 0-dan böyük olur. Ona görə olduğu kimi açılacaq. Daha sonra çıxılsın. İkinci modul daxili ifadəmiz isə mənfidir və mən onu moduldan əks işarə ilə çıxaracağam. Mötərizələri açanda x minus 2 minus x plus 1 olur. X-lər islah gedir. Doğru cavab qalır. -1 D variantı. Sonuncu 20-ci suala da baxaq. Deyir ki, kx kvadratı çıxılsın 4x üzərinə gəlinsin k plus 2 bərabərli 0 tənliyinin köklərindən biri 3 olarsa digərini tapın. Köklərdən biri 3 isə artıq mən tənlikdə x-in yeni 3 qoya bilərəm. Olacaq k vur 9 çıxılsın 12 üzərinə gəlinsin k plus 2 bərabər olmalıdır 0-a. Buradan 10k çıxılsın 10 bərabər olur 0-a. K-nı 1 tapıram. K-nı 1 tapandan sonra tənliyimizi yazsaq olacaq x kvadratı çıxılsın 4x üzərinə gəlinsin 3 bərabər 0. Bu vurğulara x minus 3 vurulsun x minus 1 şəklində ayrılır. Birinci kökü 3 olduğu verilmişdi. İkinci kökü də 1 olur. Doğru cavab D variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Gələn dərslərdə görüşənə dək hələlik sağ olun.